mən startda başlayanda bir travmatoloq ortoped kimi başlamışdım və bir çox şöbələrdə işlədim. Amma marağım xəstəlikləri, travma, idman travması bu cür şeylər idi və amma startda sümük patologiyası, sümük onkologiyası, daha sonra bel xəstəlikləri, bel cərrahiyyəsi, sonra oynaq xəstəlikləri, travma, idman travması. Bütün bunları keçəndən sonra mən hal-hazırda yalnız idman travması, travma, oynaq xəstəlikləri, bu cür şeylərdən məşğulam və yanıma gələn bir xəstəni qiymətləndirirəm. O xəstə mənlik olmasa, yəni ki, deyək ki, bu xəstə uşaq ortopediyasına aid olsa, bu uşaq sümük onkologiyasına aid olsa, bu adam bel xəstəliklərinə, deyək ki, onurğa xəstəliklərinə, skal və yaxud hansı bir əməliyyat uşaq ortopediyasına aid olsa, mən onu yönləndirirəm o mütəxəssisə. Ancaq öz işimlə məşğul olaram və işində sən hansısa bir səviyyə gəlib çıxmısansa, kömək edə bilməyəcəyin xəstələrin sayı da çox azalır.